Binəqədi rayonu İbrahimpaşa Dadaşov və Süleyman Sani Axundov küçələrində yaşayan vətəndaşlar moped sürücülərinin qanunsuz hərəkətlərindən şikayətçidirlər. Bizim mediaya müraciət edən sakinlərin sözlərinə görə yeniyetmələr dəbilqəsiz günün istənilən saatında dövlət nömrə nişanı olmayan mopedlərlə adı çəkilən küçələrdə ardıcıl, dairəvi şəkildə dolaşırlar. Onlar mopedlərdən bir əyləncə vasitəsi kimi istifadə edirlər. Sürücülər nə özlərinin, nə də sürücü və piyadaların təhlükəsizliyini nəzərə alırlar. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bizim mediaya bildirilib ki, idarə mopedlərin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması və hadisələrin sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət, profilaktik tədbirlər həyata keçirir. Edilən xəbərdarlıqlara görə inzibati təminat tədbirlərinə baxmayaraq yenə də bəzi moped sürücüləri qaydalara biganə yanaşırlar ki, nəticədə yol nəqliyyat hadisələrinin iştirakçısına çevrilirlər. Eyni zamanda bəzi sürücülər yol hərəkəti qaydalarına biganə yanaşaraq avtomobil yollarında sürücülərə və piyadalara maneə yaradırlar. Həmin nəqliyyat vasitələrini idarə edən sürücülər saxlanılaraq onlarla profilaktik söhbətlər aparılır və kobud qayda pozanlar barəsində isə inzibati tənbih tədbirləri həyata keçirilir. Qeyd edim ki, mövcud qanunvericiliyin tələblərinə əsasən mopedlərdə dövlət qeydiyyat nişanlarının olması tələb edilmir. Bəzi hallarda bundan sui-istifadə edən sürücülər də qaydalara səthi yanaşırlar. Bununla yanaşı səs boğuculara müdaxilə edərək ərazidə yaşayan sakinlərin və ətrafda olan hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olurlar. Təbii ki, belə sürücülər aşkar olunduqları təqdirdə barələrində tərəfimizdən qanun müvafiq tədbirlər görülür. Bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən xahişimiz eyni zamanda tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər və nəzərə alsınlar ki, ani diqqətsizlik xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd edək ki, yol hərəkəti haqqında qanuna təklif edilən dəyişikliyə görə Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Günay Şahmar, Pərviz Allahverdiyev, bizim media.